Yəni bu günləri kimsənin ürəyini almasın. Bizim millətimiz ürəyini almasın. Ay demək ki, bə nə oldu? Bə nə oldu demək ki, məndə misallar çoxdur. Amma bə nə oldu mənim demək ki, dədəm, dədəmin dədəsi gedib orada demək şəhid olubdur, savaşıbdır. Deyirsən düzdür. Dədən əsir kimi gedib, orada demək ki, heçə savaşıbdır, ürəyimə dəyməsin. Evi yox. Amma məsələ budur. Reallıq budur, həqiqət budur. Ona görə demək ki, bizim ölkəyə qarşı... Bizim əsl bugün qələbələrimiz var, zəfərlərimiz var, 44 gün məsələn savaşında mücadiləmiz var. Biz onunla da aslında fəxr bilirsiniz ki, orada, Almaniyada bir adamlar da çıxırlar, bəzi vaxtlar laf atırlar Məhəmməd Əmin bəy Rəsulzadəyə, Dübəndiyə və bir də bizim generallara danışır. Bunlar getdilər orada, Rusdan ayırdılar, getdilər, bunlar əsir düşdülər. Sonrasından başladılar, eyni sözü mən deyirəm, eyni şimdi dedilər. Qayıtdılar Almanlara ki, əşki, bunlar gəlib bizi işgal eləyiblər. Bizi də götürüb gətiriblər, bir əsir kimi savaşa veriblər, sizin əlinizdən qıvırdılar. Onlar da dedilər ki, aha, bəs belədir. Onda siz burada nə qədər bizim bu düşərgələrdə əsiri vardı, türk soyludular, deyin, onları biz azad eləyək. Elədilər ya Almanlar, o faşistlər. Amma siz onlardan pis idiniz. Almanı bizə nə eləyibdi? Amma siz pis idiniz, onlar çox adam. Azad oldular, gedin Amerikaya, New Yorkda. Onlar adsız, sansız yaşayıb, niyə? Çünki Rus gedib terror edibdi. Avropada səpələnirlər. Mən isə inanmazdım ki, mən getdim İsveçə deyərdim, inanmazdım ki, o arada, o demək ki, Azərbaycanlı yoxlar. Bir də görüm, burada gizli Azərbaycanlılar yaşayır. Hamısı Rusun qorxusundan. Gəlsə terror dəstələri yola salmış, gedin harada tapdınız öldürür. Və sənin əlindən qutardılar. Çox deyildən deyir ki, bir nəfər, bunlar gəldilər, sosializmi gətirdilər, sosialistlər, qardaşlıq, hər şey olacaq filan. Özlərində bu farslarda bir şeir var. Deyir ki, axır bir gecə birisi bir quzunu qutardı çöldə. Ki, canavar gələr, yırtıcı gələr, quzunu gətirdi, evə su verdi, ot verdi. Sonra da bıçağı itirdi, qoydu boğazına. O quzu axır dedi, axır bildim mənim demək ki, canavarım, yırtıcım, sənimizsən. Bunlar da bizimlə sosializmi gətirir, qardaşlıq gətirir, şey puru çək, ay qızıl ordu gəlir, ay filan, baxın görün filan. Və bəlli oldu ki, yox, bunlar yırtıcıdırlar. Nərimanov da o sözü deyibdi, amma gec dedi beçər olar. Çox təşəkkür edirəm Əjdər bəy. Studiyamızda oldunuz. Bugün tarixi proseslərə və ətrafımızda baş verən bir çox məqamlar əslində... Yəni, bağışdan üzr istəyəm, bir cümləni deyim ki, yəni, mən bilirəm, narahat olan deyil. Ay, yəni, belə bizim bu tarix, yəni, heç. Amma bir reallıq da var ki, işğal altındaydıq, gözəllici burada da azad olmuşuq. Gözəllik gün olub, bağımsız dövlətimiz var günləri, müstəqil dövlətimiz var və bu bayraq gün dalğalanır və bugün Azərbaycanın güneyində də bu bağımsızlığı uğrunda savaş gedir. Hər gündə birisini göndərirlər, elə o pezeşkiyanda get, aman get, otu oradan söndür, qayıdır ki, o Təbriz əli olanır, Urmiya əli olanır, hər yer əli olanır, uzaq getmir ki, Azərbaycanda nə yeyirsən, pul olmur. Bu oyanış var və gücünüz daha da qüvvətlənəcək. Azərbaycanın güneyi bağımsızlığını əldə edəcək, 100%. Və bu bütövlü ki, 400 ildə bu milləti parçalanmış saxlasa, bu millət bütövləşəcək. Mütləq, biz də buna inanırıq, güvənirik və... Oynayırsınız, məzməzə eləysən, Lukashenko, Avropada sənə tüpürürlər, azad insanlar sənə tüpürür. Bəllidir kiminlə dostsuz, kimi tapıbdır. Ona görə də bizim millətimizin öz arzuları var, öz gözəl demək ki, duyğuları var. İstəyir ki, şeir də desin, ədəbiyyat da desin, savaşa da geçsin, savaşa nə olar? Bu millət, bu türk milləti, bu Azərbaycanın savaşıb da, yaşayıb da, büyündə vardı. Necə ki, 200 sənə boğazınızdan musullik getmədi. Niyə? Çalışdınız ki, Azərbaycanı parçalayıb, saxlayasınız. Putin, mənim yadıma gələn, ən azı 3 dəfə ondan mən eşitmişəm. Adaysa da bir dəfə danışırdılar, sonra da 2 dəfə. Deyir ki, bunları bizim, yəni, quzeydə. Bunların o tərəfdə, çayın o tərəfində adamın ki, böyük tayfaları vardı. Yəni, güneyi deyir, ha. Onlar bura qaçsalar, Qafqaziyanın demək ki, demografiyası dəyişilər. Öz ağzı ilə bilirlər. Yəni, parçala, əsarətdə saxla və Azərbaycanda dəfələrlə fürsət verib ki, əl verib ki, Azərbaycan bütövləşə. Bunu Məhəmməd Əmin bəy Rəsulzadə də, bizim demək ki, əsasında və bir tərəfdən Rus başda, yanında erməni və bəzi demək ki, ölkələr soxulublar ki, yox, qoymun, bunlar burada bütövləşəcək. Və demək ki, bu günləri bu millət hər zaman buna can atır. Gördünüz, bu futbol məsələsində gördünüz, İran adlanan yerdə. Nəyi qaldırırlar Azərbaycan bağışlı öz güneyində? Azərbaycan Təbrizdə, Urmiyədə, dünən gecədə. Gördünüz, nə qədər qadağan eləsələrdi. Elə həmin bu adı nədir, bağışda girmirəm, bu adamın adını çəkməkdən belə, bu nədir, puz bəndi deyirlər, pezeşyan, nə deyirlər? Sən durdun, mənim bayrağımı təhqir elədin. Sən mənim bayrağımı təhqir eləyibsən, ölsəm də beynimdən çəkilməz. O bayrağa görə... Bu bayrağa görə bizi elə burada da sürüyiblər. Hər yanda hədələyiblər. Sən mənim dövlətimi, milli rəmzimi təhqir edin. Gəlirsən Bakıya, Heydər baba. 4 nəfəri yuxuya verdim. Bəlkə içəridə bir zırtdan ayıqdır. Bəlkə də oxuyubsan o Səməd Behrəcini. Öyle hər dəfə başlayırsan Əlidən, Talibdən, nə deyirsən, Maliki Oştordan danışırsan filan filan.
Çağdaş zatdan adam kimi danışır. Azərbaycana gəlibsən, Azərbaycan oxuyub, amma bir şey bilirsən ki, hə, yuxuya verəcəyəm. Çünki niyə? Mallacığazın birisən sən. Açıq danışıram. Amma sən vaxtı ilə bu Azərbaycanı inanız. Mən kimsəyə ittiham atmıram, kimsəyə nə çamur atmıram. Azərbaycan bayrağını təhqir edəyikdir. Gəlmişlər, federasyon yaradırdılar. Çəkilin Türklərin federasyonu, sonra da lopdan yığışdırdılar. Dedi, nə oldu? Federasyon yaradırdınız, parlament dedi, ağa demişdi, Xamenei. Yaradın, yəni Azərbaycanda milli hərəkata qarşı bir oyuncu həmişə bunu eləyirlər. Sonra dedilər, nə oldu? Dedi, ağa dedi, yığışdırdıq. O özdə bilirsiniz, o Azərbaycandan çıxırlar biri də yabancı ölkələrin bayraqlarını qaldırır. Bizim bayrağı deyir. Və təhqir edin. Və dünən gecə sonuncuda dünən gecə. Bütün gözlərinin qabağında nə olsun ki, o futbol takımının yiyəsi kimdir? Zunuzi demək ki, bəllidir, pulu hardan gətirib itilatın əli ilə filan. Amma millət başqadır. Millət onlar o yana çəkir, millət bir yana çəkir. Millət Azərbaycan bayrağını asır, canım qurban deyir. Türkiyə bayrağını asır, Türkiyə bayrağını qurban olum deyir. Bu Türkiyə irasıdır. Buna kimsə batışa bilməz. İlham Əliyev də onu sərgiləyir. İlham Əliyev onu sərgiləyir. Gedir ona görə Ərsin bəy Tatarı qardaşımızı basır bağrına, demək deyir ki, təhrir ölürsən. Nə olsun ki, bunlar 10 milyarda allandılar, 5 milyarda allandılar. Amma mən hələ 20 milyar burada qoymuşam, o ki, nə də qoyaram, darıxma. Tək başına. Erdoğan da baxır görür, yox ya, bu adam bunu bırakmayacaq. Niyə? O bizim dövlətdir. Bizdə hər zaman burada adı sanı yaşamış Rauf bəy Dəyintaş da burada qarşılanıbdır. Ondan sonra demək ki, o Cumhuriyyət hər zaman Azərbaycan əl atıb, Kərkülüsünə də əl atıb deyə Azərbaycan. Niyə? Dövr başqa bir dövrdür. Və bu günləri də dünyanın hər yanından, bəzi vaxt görürsünüz, deyirlər, Avropada görürsən, hərdən bir məzələnirlər. Amerikadan kimsə siyasət çıxır, Azərbaycana qarşı bir məzələni sayaqlayırlar. Ay demək ki, Qarabağda bir erməni varmış, onlar hara getdi, cüttopda. Satelitim var, filanı var, harada deyək, apar da, hə? Amma sonra görürsən ki, əsas adıyla, yox da Azərbaycan elə deyir, Azərbaycan bizim strateji, qardaşdır, filan deyir. Azərbaycan deyir, Rus səni Allahdır. Bu dönəmdə Allahdır səni. Gözləyirdin ki, Rus demokrat olacaq, oldu mu? Olmadı. Demokratları güdaza verdin. Hara getdi? Ha? Ona görə amma Azərbaycanda dedi ki, oturdunuz atəm, matəm. 30 ildə gəldiniz, yediniz. Axırda da Prezident İlham Əliyev o gülər üzü dönəndə dedi ki, o Türk üzü Azərbaycanı qonaqpərvər həddi var. Gəlibsən, yeyib şillaq atıbsan, indi Minsk qrupu nəyə gəlibsiz? Bu işi qutarmışıq. Hələ də yine bəzi vaxt sayaqlayırlar. Minsk qrupu Fransada adam çıxır sayaqlayır ki, işinədir, nə işinə? Hansı işə davam edəcək? Yəni bu günləri prezidentin getməməsi, onun demək ki, nə olsun ki, prezident duracaq burada, qalıb diyor, veteranlardan qalıb. Onlara deyəcək ki, sizi demək ki, biz sosial hizmətdir, sizə xidmətdir, gedibsiz. Hər halda səni aparıblar, şəhid olubsan, öldürüblər səni. Ya o öldürsün, ya bu öldürsün. Səni zorla aparıblar orada, zülm eləyiblər səni. Ailən düşüb qalıb, ondan sonra mincə başına bəlalar gəlibdir. Özdə demək ki, Sovet öz adına bir dənə filmlər çəkir deyə. Yalancı reklamlar, boş filmlər filanlar. Dedin ki, kəndini gör başına nə gəlib. Onlar gör kəndi necə dağılıb, insanlar nə günə qalıb. Bunlar bəs dövmüş kimi bu tərəfdən də Azərbaycan torpaqlarından xırdalayır da. Bu tikəni ver erməniyə, bu tikə getsinlər Gürcü ilə, qalan quru da elə mənim olsun, ver gəlsin. Belə eləyiblər də, bundan sonra başqa şey olmayıb ki. Və bu günləri Azərbaycanda, yəni bir dənə Heydər bəy, açıq deyək, şimdi gəldirsiniz, görürsünüz də. Bu günləri Azərbaycanda nə qədər çətinlik belə olsa da, Azərbaycan yeni bir doğuşdur. Azərbaycan bir dövlət kimi, Azərbaycan demək ki, bir varlıq kimi ortaya çıxıbdır. 200 ildən sonra o 44 günlük savaşı biz Kəlbəcər gedbəsini gördük. Ondan sonraki şəhidlərimiz təhqir olundu, onlar içimizdən çətinlik çəkdik. Amma bizim milli ordumuz, bizim dövlətimiz, millətimiz qələbə gələndə biz Rusa qalib gəldik. Hacat Ucatın da verdik olduğuna get. S-300-ünə də, S-400-ünə də, ay demək ki, çeşitli silahlar vermişdi. Paşinyan da məliyirdi, ki, bu atmır da, tətiyi səkiri vurmur da. Cənab Prezident deyir ki, pulun verir, atar. Pulun verir, zarı bir şaka üçün də filan. Məsələ burada da bu günləri 200 ildən sonra biz sənlə savaşmışıq. Sən gəlmişdin demək ki, savaş qutarandan sonra gecə ilə biz o hamısını görürdük da biz hamısını. Saniyə hamısını izləyirdik. Ya görə hətta ya qol çək imzala da. Sən bir dənə demə Paşinyanın qulağına tut gətirirdin, Paşinyan da orada mən onun yerinə imzalayam. Sən də bunun yengəsi idin. Yengə bilirsiniz də nədir? Bu gəlin gedəndə biri də yanında gedir. Nəydin sən bunu nə esən sən? Özü gəlsin otursun da, zibili yaradıb gəlsin otursun. Mən ona qol çəkirəm. Sonra nə oldu? Ay yox, 9-cu maddədə belə olubdu, filan olub. Və imzalayıbsan axı, onu da yazıbsan ki bura. 9-cu maddədə belə olub, filan olubdu. İndi də başlayırmış ki, bir də Tehran rejimdə o ayından atlanır. Yox, Zəngəzurda
Malla deyir, Zəngəzurda da yox, mənim sən kimsən? Və adam gəlir Azərbaycana, durur gəlir, sən prezident deyirsən. Elə Putin də sənin üzvə dedi ki, qərarı o sənin böyücün verir də, sənin böyücün ki, hər zaman deyirsən, mən ağa nə desə ona baxıram da, sən qulsan, köləsən. Bu millət qanı ilə, canı ilə, tarix boyu demək ki, hər şeyi verib ki, özgür olsun. Bilirsən ki, özgürlük yəni nə mənə? Özgür olsun, mən Türkəm, mən Azərbaycanlıyam, mən Türkəm. Sən elə deyirsən. Sən deyirsən, mən elə Türkəm, amma bilmirsən bunun mənası nədir? Niyə? Çünki nə kölə kimi başqa, ya da 45 il ən azı onların hizmətində olubsan. Ona görə də durub deyirsən, torpaq bütövlüysən. Kimin torpaq bütövlüyünü müdafiə edirsən? Erməninin? Hə? Ona deyirsən ki, Zəngəzur, onda ya tarix bilmirsən ki, bilmirsən. Bir dənə oxuyubsan ki, onda baş qulağın o ənbiyan oxuyursan. Heydər baba, qız gəlinlər ora gedəndə bizə səni götürüb. Hə, bizə sən vaxtı dedi. Salam, hər vaxtınız xeyir olsun, dəyərli Media Türk TV izləyiciləri. Gündəm masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmaildir. Hər zaman olduğu kimi regionda və dünyada baş verən ən son gərgin prosesləri masa ətrafında müzakirə edəcək. Mütləq ilk saniyelərdən təbii ki, ənənəvi ricamızı da bir daha sizə xatırladırıq. Solda bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə ol işarəsi var. Hər ikisinin üzərinə toxunmağı unutmayın ki, önəmli, vacib gedişatdan səsləndirəcəyimiz məqamlardan sizinlə birlikdə daha geniş auditoriya Media Türk TV vasitəsilə məlumatlı ola bilsin. Bu saat olan dəyərli, təbii ki, qonağımız, buraxılışımızın qonağı Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı olan Əjdər bəy Tağızadədir bizimlədir. Hər vaxtınız xeyir olsun Əjdər bəy. Salamlayırıq və canlı yayımızda olduğunuz üçün təşəkkürümüzü bildiririk. Bugün 9 maydır. Faşizm üzərində qələbə günü kimi Sovetlər dövründə müxtəlif respublikalarda bugün qeyd olunurdu. Yəni Sovetlər dövründən bizə qalmış qeyd olunan tarixdə öz yerini tapan günlərdən biridir və Rusiyada ənənəyə sadiq qalaraq Sovetlər dövründə olduğu kimi bugün də bu paradı öz adına yazaraq özünə çıxmağa və özü ancaq sahiblənməyə çalışır ki, Rusiya Sovet imperiyası burada böyük bir mücadilə etdi, qələbə qazandı, qalibiyyət, zəfər əldə etdi və indiki paradda da iştirak edən dövlətlər də təbii ki, Rusiyanın bu niyyətlərindən, ambisiyalarından ən azı müəyyən səviyyədə xəbərdardırlar. Onların üzərlərinə bəzilərini Nevski, daha doğrusu Georgievski lenti bağlayan Rusiya rəsmiləri sübut etməyə çalışırlar, göstərirlər ki, biz hələ də ayaqdayıq, biz hələ də güclüyük, Sovetlərin yaratmış olduğu xalqların dostluq ənənəsi davam etdirilir. Ancaq bunlar heç bir reallıqda öz əksini tapmır, çünki Rusiya ancaq dünyanı işğallarla və ərazilərini qəsb etməklə hədələyən, imperiyaların tarixdən gəlmiş olan ən böyük ənənəsi olan parçala hökm sürü siyasətinə sökənib. Bugünkü istərdim keçirilən paradda hansı görüntülər oldu, hansı məqamlar oldu və sizin söyləyəcəklərinizi də təbii ki, eşitmək istəyəcəyik. Azərbaycan prezidentinin paradda iştirak etməməsi isə Kremldə bəzi siyasətçiləri bir xeyli qəzəbləndirib. Bunlara toxunacaq. Son vəziyyət, Rusiyanın etmək istədikləri paradda hansı məqamlar var, xüsusilə söyləmək istəyirsiniz. Buyurun. Təşəkkür edirəm bəy, çox sağ olasınız. İndi siz ziyalı insansınız, oxuyubsınız, bilirsiniz də. Biz 1920-ci ildə Yalamada bizim o əziz zabitlərimiz, əskərlərimiz az sayda idilər, parmaq sayda. Kimə qarşı savaşdı? Rus imperiyasına qarşı gəlirdilər Azərbaycanı işğal edirlər. Bu Rusdur, istər bolşevik olsun, istər çarist olsun, istər hər kəs olsun. Növbəti dəfə olaraq bir də gəlirdilər. Yəni Gəncə qiyamında, Sisiyarov filan, Dəli Piotr, ondan sonra baş bəlada olub Azərbaycan və Qafqazlar bunlardan. Ona görə də o Yalamada biz bunlara qarşı savaşdıq. Savaşdı da, nə olursunuz ki? Yenilərsən də və demək ki, qalib də gələrsən. Döyüşüb bizim millətimiz işğalçıya qarşı və gəliblər nə qayırıblar? Azərbaycanı işğal ediblər və birbaşa Leninin tapşırığı ilə Azərbaycanı ən azı o birinci 6 ayda aşama-aşama olub. Bu birinci 6 ayda necə ki lazımdır bunlar adından baxış açısından talayıblar Azərbaycanı. Nə vardı Azərbaycanı taladılar. Hər şeyi, mən sadalamıyorum da nə. Qızıldan başladılar, hər nə vardı, taxıldan, yündən, hər nə taladılar Azərbaycanı və Azərbaycanın başda gedən, o cumhuriyyətin, o yaranan cumhuriyyətə siz baxanda, o komandaya baxanda, o məclisə baxanda bunlar hər birisi fikir, qələm əhli, ziyalı və demək, hətta çox Rusiya, Avropanı görənlər və bir-biri ilə də tolerant bir qəşəng davranış, orada çoxunçuluq, hamı oradaydı o parlamanda. Hətta Azərbaycanın, Türkün qatı düşmanları, daşnaqlar da oradaydılar. Erməni də oradaydı. Gəldilər, xaraba qoydular. Azərbaycanın parlamanın və cumhuriyyətini vurarkən bu bölgədə geniş demək ki, alanda demokrasını vurdular, sağdaşlığı vurdular və Azərbaycan Türkünün, Azərbaycanlıların o misiya daşıcısı, o rollarını demək ki, o liderlərin, o öndə gedənlər hamısını ya cəlavətən elədilər,
ya demək ki, həbslərə aldılar və ya öldülər. Onların ailələrinə də rəhmət etmədilər. Başda Məhəmməd Əmin Rəsulzadə olsun, Topçu Barış olsun və hamısının başına nələr gətirdilər. Və əsas tabii Azərbaycanı taladılar. Bəs onlar bunları söylədi. Ay, yalandır, onda mən əgər yalan söyləyirəm, bir də çıxardacaq. Bunu efirə niyə buraxırsınız? Yalan söyləyir. Azərbaycanı taladılar. Soğumadılar, ardıcıl. Yəni o dönemdə Azərbaycanda hesab edin, Cumhuriyyət quranlar, parlamento olanlar, tanınmış jurnalistlər soğumadılar, dalıca repressiyanı gətirdilər. Repressiyadan sinlədilər Azərbaycanda. Özləri ittiham nə idi? Türkdür, türkçüdür filan da. Türksən bəsdir də, türkçüsən də, ziyalısan ondan sonra filan. Daha gəldilər Azərbaycanda demək ki, öndə gedən şəxsiyyətləri, tanınmış adamları qırtdılar, başlarına apardılar, hamısını qırtdılar, o zat kimi qınını kəsdilər, getdi. Siberləri doldurdular və Azərbaycana bir dənə zərbə vurdular ki, Azərbaycan ondan ayağa qalxmadı, qalxa bilmədi. Və bu sağalmamış, gəldilər ki, yaxşı da, Ribbentropovla Molotovun arasında 2 gün qabaq demək ki, orada şeş-beş oynayırdılar. Nə oldu bunların arasında? Bölürdülər Polşayanı, oranı, o sənin, ah bu mənim, bu mollanın, ah bu mənim. Bölüb gedirdilər. İndi demək ki, Hitler kim deyir ki, Hitler nazist deyirdi, Mussolini faşist deyirdi. Amma siz nə idiniz? Bolşevist idiniz. Demək ki, vətəndaş müharibəsində heç kəsə də rəhm eləmədiniz. Nə kimsənin cumhuriyyətinə, nə dövlətinə, nə namusuna, nə varına, heç zada. Siz işğalçıydınız və bu günlərdə onu davam etdirdiniz. Elə demək ki, bir-birini ardınca davam etdirdiniz. Və bizim millətimiz, Azərbaycan Türkiye, Azərbaycanlılar, bunun çeşitli millətlərdən topluqdan olan Azərbaycanlılar, doğrudan da bunlar Azərbaycana, bu vətənə, bu torpağa, başqa topluluqlarda sadiq qaldılar. Əməldə də bunu bizim 44 günlük savaşda göstərdilər. Amma burada ən böyük yara bizdə nədir? Mən ona qaydacağım, bunlar nə etdilər? Ən böyük yaradır. Vaxtilə deyir, adamlar bəzi vaxt çıxır, mən tribunlardan görürəm, deyirlər ki, Farsla Rus bizi parçaladı. Xeyr, bizi Rus parçalayıb. Qacar Türk dövlətindən bizim bir bölümü, 17 şəhər deyirlərini filan parçalayıb Azərbaycanı. Və bu parçalanmaq Azərbaycan Türkünə, Azərbaycana bu günə kimi vətən parçalanıb və demək ki, dayı sağala bilməyib. Bu yara hələ də sağalmayıb. Çoxları da çıxıb elə ki, onlar o ayında olub, biz necə oynayır? Sən bir milləti parçalayıbsan və bir millətin varına, dövlətinə sahibsən, Türk dövlətindən, Qacar dövlətindən bir də bir şey var. Bunu demək lazımdır. Bu İran adlanan yerdə 100 ildir, iki bu hakimiyyət, Fars dövlətçiliyi Qacara qarşı. Biz əlbəttə şahsılıq üsullarından yana deyirik, biz cumhuriyyətçiyik. Və bu bölgəyə biz Türklər, Anadolu Türkləri birinci bizlər. Demək ki, Məhəmməd Əmin Rəsulzadə, bu onun silahdaşları və bu millət cumhuriyyətçiliyi, parlamentarizmi gətirmişik. Biri də qulaqların həm pambıq qalıb, nə qalıb və bu İran adlanan yerə və Rusiyada istəmirlər ki, bunu eşidərlər ki, özü də hansı cumhuriyyət, demokratik bir cumhuriyyət, sekular dünyavisi bir cumhuriyyət, bütün çoxulçulu bir cumhuriyyət, hamı iştirak eləsin, seçkidən gəlsin, tolerant bir cumhuriyyət. Ona görə bunlar demək gəlib, bunu demək qınında kəsiblər, kim eləyib bunu əsas Rus. Və bəs döyülmüşün dalının ardından da IPO-tründən vəsiyyətləri var, filanları var. Bunlar da hamının ağlarının hamısını bilirsiniz. Və hər zaman bu emperyalist dövlətdən bizə qarşı bir işğalçı siyasət, bastırıcı siyasət və bu da hamısında belədir. İstər çarlarda belə olub, istər də ki, bu qardaşlıq gətirənlərdə nədir? Bu bolşeviklərdə qardaşlıq gətiririk, ondan sonra filan. Sözüm onda yox. O repressiyanın və sonra nə qayırıblar? Ay, dünya savaşında Hitler gəldi, filan elədi. Siz nə qayırmışdınız? Emperyalist dövlət idiniz və bu günə kimi bunu davam etdirirsiniz. Bizim başımıza bu ən azı, hələ deyək ki, 2-ci Dünya Savaşından, 1-ci Dünya Savaşından bəri nə gətiribsiniz? Bu günləri əsarətdə qalan adın qoyubsunuz özrək cumhuriyyətlərlə belə yalanla. Bizim Türk millətinin böyük parçasını əsarətdə saxlayıbsınız. Elə bir şey demək, orta əsrlərdən o yana saxlayıbsınız, başlarına gətirirsiniz və neyini, hər gündə bir fitnə yaradanda işğalçısınız da. Trump çıxsın, hər nə desin, Trump'ın siyasətinə desin ki, qaysın cənab Zelenskiyə desin ki, siz Rusiyaya hücum aparıbsınız. Yoxsa Trump dedi, kimin anlayıb? Və yaxud Trump dedi, onu demişdim ki, məzələnirdim, deyirdi. Onu deyirdim ki, Putin'i yerindən oynadan, belə danışığa gətirən, belə deyirlər də indi. Amma məsələ budur ki, bu günləri sən bu milləti daşıyıb gətirirsən, Ukraynada ölümə verirsən. Onda sabahları sən işğal elədiyin torpaqlarda, o işğal elədiyin torpaqlarda götürəcəksən, onlar duracaqlar, deyəcəklər, qələbə, Krimi qələbə günü deyəcəksən. Kim qələbə? İşğal olubsan, sən. Azərbaycan işğal olubdur. Azərbaycanı parçalayıbsan, işğal edibsən, qarət edibsən, hər zaman. Sən demək ki, Sankt-Peterburgu, Moskvanı, o şəhərləri nə ilə abad elədin?
Və bir şey də vardı. Sonra siz baxın ki, 19-cu əsrin sonundan Azərbaycanlıların varı, dövləti daşınıb orada demək ki, qalıb bunlara axırına sahib çıxıblar. Gedin baxın da, demək ki, bu Sankt-Peterburgda və Moskvada və başqa yerlərdə və muzeylərdə. Gedin baxın demək ki, deyirlər, ay bu boyda muzey demək ki, Sankt-Peterburgda ya Moskvada gedin baxın. Adamı öldürüblər, hələ Mirzəfər Bağırovu öldürüb, misalda idi. Onlara nə qədər hizmət eləmişdi filan. Amma onun qızıl demək ki, siqar qutusudur. Orada mən baxın döngüdən görüyük. Bunu demək ki, Qacar dövlətinin məşrutə zamanında parlament sədri hədiyyə verib Mirzəfər Bağırov. Öldürüb, orada da qoyublar, orada qızıldan da gəlin muzeyə baxın da. Hər yana baxırsan. Mən getdim demək ki, Sankt-Peterburgda muzeyə baxdım. Bura Ərdəbili qarət eləyib gətiriblər. Burada hamısı Ərdəbili, hamısı yazılar var da, qarət eləyibsiniz siz. Məsələn, Qribaydov demək ki, göndəribsiniz səni, Paskayeviç göndərdi ki, uzun sevməyəcək, söhbəti dəyişdirməyəcəm. Paskayeviç gəlir, işğal edirlər, sonra deyir ki, nə var talayın. Qribaydov da ki, bunlar özləri boğazlarında sümük kimi qalmışdı. Yollayır deyir ki, sən tanıyırsan bu mədəniyyəti filan, sən bil. O da gəlir Ərdəbilə filan, hər nə vardısa, hamısını daşıyla tökürlər, oraya get bax orada. Yəni, qarət eləyibsiniz, kültürü də, mədəniyyəti, amma İkinci bu dünya savaşında bu sənlə bu Hitlerin savaşı idi. Xumeyni ilə Səddamın savaşı idi. Xumeyni Səddam yalvarırdı, əşlə gəlmə. 15 il burada yeyib yatıbsan, keyfini çəkibsən. Niyə istəyirsən? Ki, bu da yazdım, bayrağa da yazdım Allahu Əkbər. Nə deyirsən eləyək. İslam Cumhuriyyəti gəlmə, niyə gəlirsən? Xumeyni bilirdi hansı xəbisdir ki, yəni demək ki, bu inqilaba girmiş bir ölkəni inqilabı da uğurlasın, orada savaşa soxsun, ondan sonra ay Məkkəyə gedirəm, belə eləyəm, belə. Axır oranı bir savaşa soxdu və 8 ili savaş, bilirsən kimi çoxunluqda öldürüb, ölümə verdi. Demək, Təbriz, Ərdəbil, Azərbaycanın ürəyində gənciləcək. Aşura bir o zatların birisində, hucumun birisinin adı Aşuradır. 10 minlərcə Azərbaycanın gəncini verdi savada. Demək ki, ölümə verdi, şilçüt elətdirdi, xaraba qoydu. Yaxşı, indi bu dünə çıxadı ki, bu vətən müharibə. İran adlanan yerdə mənim nə vətən müharibəm? Bu günlər Tehran rejimi duracaq, indi düşübdür demək ki, Hindistanın quyruğuna, duracaq Pakistan'a. Siz dediği sözlər Sovet imperiyası. Bəli, Sovet. Biz də bunu vətən müharibəsi kimi. İndi məsələ qaydacıyam onu. Yəni bizim hər tərəfli başımıza bəla gəlir. Yəni ikinci, bu günlər mən radiolara qulaq asıram indi görürəm. Ha deyir ki, yaxşı, 600 bin nəfər bu bizdən adam aparıb, götürüb adı ki, necə gedə bilməzdin? Elə də deyil. Azərbaycanda kimidir ki, demək ki, necə bizə 44 günün savaşda bir dənə əskərimiz qaçmadı, hamı könüllü getdi, dav tələb getdi, doğu tələb getdi. Ora heç kəs doğu tələb getmədi. Dura demək ki, Karbatlardan belə ta diri qalan Berlinəcək. Piyada adamlarda mən gəldim, demək ki, Sovet dönəmində, Sovetə gələndə adamları gördüm. Adam gördüm, ondan danışdım, mən piyada getdim, Berlinəcək getdim. Belə cüzlü bir yaşayışı var, demək, o sən qəhrəman olubsan, belə cüzlü, özü fəhləli gedir, ömür soy. Sən gəldin 600 bin nəfəri yığdın, repressiyaya soxdun, sonrasından da Cumhuriyyəti vurdun. Azərbaycanda nüfusun çoxalmasının qarşısını aldın. Nüfusu demək ki, şərəfəli elədin, demin bilim adamları, ziyalı adam. Sonra da gəldin, ya Rus mədəniyyəti, Rusiyanın atolunur, Rusiya, nəmnəmənə boş-boş reklamlar. Milləti beynindən iflic elədin, paraliz elədin sən. Hələ də ayrımlar, hələ də rusofildir. Hələ də rusofildir. Yəni Azərbaycan deməkdən fəxr etmir. Vətənimdir, nə olur, mənim vətənim, Azərbaycan vətənimdir. Və bu günlərdə deyirlər, hökman deyəndə də 9-cu mayında, onu da eləyib məzəmə. Gəlin də day biz qalib gəldik. Kim qalib gəlib? Anam Rusiya, vətən Rusiya. Xeyr, biz vətən uğrunda savaşmırdıq. Biz vətən uğrunda savaşdıq. Bu 44 günlük savaşda sən dəstək verdiyin, silah verdiyin Avropanın da çox ölkələri dəstək verdi. Biri xristiyan kimi, biri ki sənin demək ki, tulanıdır və min dənə səbəblər var. Gətirmişdir elə bunu əkibsiz Türkə qarşı və Azərbaycana qarşı. Mənim millətim savaşdı, əməlli başlı savaşdı, dövlətim, millətim, hamı getdilər ki, odur bizim vətən müharibəmizidir. Odur mənim şəhidimdir. Hə, bəs onda indi bir dənə paradoksal biri çıxır. Bəs onda bu gedib şəhid olanlar, ondan sonra qayıdanlar. Qayıdanların başına nə gətirdin sən? Ya dedin ki, demək ki, sən qayıdıbsan, niyə şəhid olmayıbsan, niyə ölməyibsən, sən onda demək ki, bir çəlişkilər var orada. Və yaxud əsarətə düşübsən, niyə səni buraxdılar? Onda sən casussan. Hitlerin, nə bilimi, kimsələrin, Almaniyanın casussan. Bastın zindanlar. Və getdiniz Almaniyanın neynədiniz? Almanlar indi sizdən nifrət edir. Getdiniz taladınız. Oğurladınız, taladınız, mədəniyyət, elmi, zavodları, demək ki, adı nədir, rəsm əsərləri, ondan bankaları, hər yanı oğurladınız, taladınız. Və Almanların başına nə gətirirsiniz? Kişisi çıxıl çəkində filmlərin. Əgər nəsiniz var, bütün qadınları zorladınız. Bir dəfə yox, bəzi evlərdə neçəniz bir qadın, bir qızı. Yox, Sovetdir, kommunistdir, bolşevikdir, bu çəkinin gəldi. Çox əxlaqlıdır. Nə əxlaqlıdır? Sovet dönəmində siz tam demək ki, bütün qadınlara yox, demokrasi vardı bizdə. Nəm kim belə dedi, Klara Zat kim belə dedi, nəm filan kəs bir, nəm Rozalok Zamir belə dedi. Heç kəsə rəhm eləməmişdi siz. Sizdə əxlaqiyyat yoxdur. Hər şey göz qabandı. Mən də Soveti görmüşəm də, o zavodları da gördüm. Zindanları da gördüm. Hamısını dedim.
Ondan sonra da yani siz Azərbaycanda nüfusun çoxalmasının, o zaman Azərbaycanın nüfusu nə qədər? Olardı 7 milyon, 6 milyon. Və sən gəldin 600 bin bunun içindən seçilmişini, canlını, qıvrağını götdün aparın. Repressiya da o zir elədin. Qıvraqların aydınlarını seçdin, öldürdün. Bilərək. Hər dövlətin bir alternatdan bir siyasəti də olur. Deyir ki, ses əməlli başlasın gətidə. Demək ki, qaldı kətləriyəsi və sonra neynədin? Azərbaycandan çörəyi, buğdanı, hər şeyi taladız apardınız. Necə ki söylədim, Cumhuriyyətdən sonra taladız apardınız. Azərbaycanı çörəyə möhtac elədiniz. İndi çox adam deyir, ay Azərbaycan, bəzi adamda görürsən, başlayıb adına sarsaqlayır, deyir ki, bilirsən, Sovet dönəmi. Nə idi Azərbaycan Sovet dönəmində? Yollara da mən burada getmişdim, yollar, zavodlar, ondan sonra nə deyir, fabriklər, ondan sonra filan. Cəmaat nə gündə idi? Bağlamışdın spiriti, alkolü qarnına zavodlarda. Nahara kimi bir iş görürdülər, mən də o zavodlarda işləyirdim də. Nahara kimi bir iş gördü, nahardan sonra da gedib, ölüb biraz kalmasa deyil, bir dənə saskadan, maskadan, bir də vodkadı qoydu, işli getdi insanlar. Dünyadan da xəbərsi, ondan dedim, Sovet dünyada bir dənə deyir, özü də politbürodur, Komünist Partiyasıdır, öndə demək ki, gedir, ağır. Bu sənin bütün zəhrimarlarındır. Hələ də bu cumhuri, bu dövlətlər, bu millətlər, bu cumhuriyyətlər ayaq üstə dura bilmir, çünki əl çəkmirsən. Dey plan düzürsünüz ki, gedib soxulaq Ukraynaya bax göz qabağında deyir, hazır gedir. İndi gəlirsən deyirsən ki, Azərbaycanı, gəl sən də mənə qatıl, ondan para deliyək. Rusiya mənim vətənim deyir, Rusiya Rusun öz vətəni deyir, oradan buradan salıb deyir. Harada Rusiya, Türk topraqlarının sözündə bugün deyirsən, bugünlər bir şey çıxdı, o Amerikada, Trump'da deyir, bir də onun köməkçisi də, muavini də. Diyor ki, bu Rusiya bir şeyləri istəyir ki, bir topraqları istəyir ki, hələ heç işğal eləməyib hatta. Nə deyirsiniz, Ukraynada. İşğal eləmədi ki, toprakları, işğal elədi ki, hələ heç bugünlər, bugünlər. Diyor ki, burada dəlidirlər bunlar, nədirlər bunlar? Ona görə də məsələ buradadır ki, bizim millət Azərbaycan Türkü ayırır, bilir və bu vətən nədir? Vətən nədir? Onun dadını yavaş-yavaş dadır. Bilir, evi var, təmizdir, bir maaşı var, bir garantisi var. Bir heç olmasa, ənir bu Heydər Əliyev hava alanlar pasportun çıxardığında yaşını çıxır dünyanın hər yanına azad gedir. Azadlıq gözəl şeydir. Gedir dünya, hər yanda yaşamaqda ki də. Sovetdən, sənin sınırından, sənin qranitsından Doğuşan keçə bilirdik, özü də fəxr edirdik. Bizim qranitsadan Doğuşan da keçə bilməz. Doğuşan kurur, milyonlarca, 100 milyonlarca insanları deyirdilər. Yəni burada belə həbsə almışlar, gəlib baxır nə bunlar, səmə kimi bir şeydir, bunlara bir şey olub. Dedi bu Sovetin, Rus Sovetinin demək ki adını aldılar. Bu günləri biri də həsrət çəkir. Yox, aydın kültürdə, ay mədəniyyətdə, ay biri də çıxdı ki, Azərbaycana nələr verdilər ki? Nə verdi Azərbaycana? Azərbaycanın belin qırdı, mədəniyyətinin qarışırdı, azad dünyaya qarışırdı ki, yeni fikrə, ondan sonra demokrasiyasının belin qırdı Azərbaycanda demək ki, onu belə kəsdiniz ki, hələ də insanlar deyir ki, nə olsun, belə olub, dünya belə gəlib, belə də gedəcək, deyirsən, belə gəlib, belə getməyəcək ki, elə deyil, dünya belə gəlib, belə getməyib. Meşələrdən, ondan sonra mağaralardan çıxıb insan gör gəlib hara gedir. İndi demək ki, hansı planetdə adı nədir? Təkcə Elon Musk, başqaları da. Gör insan hara gedib çıxıbdır. Belə gəlib, belə getmədir. Bu Rusun bir dənə tərbiyəsi. Yox, Azərbaycanda yazıcı yoxdur, Azərbaycanda qələm yoxdur, Azərbaycanda ədəbiyyat yoxdur. Biri də bunu deyir, Ruslar, yox, sən Puşkinin şeirlərini zümzümə eləyirsən, o bədbaxt o Puşkin ki, qalanı demirəm, nəzərində əhvalatda idi. Demək ki, Azərbaycanlılar dünyanı oxumurdu, dünya ədəbiyyatı gəlməzdi, gərək gedirdi, Rusun demək keçirdi öz adından, aynağının altından gəlirdi. Və yaxud burada mən bir zavodda işləyirdim, ay bəy, bir zavodda işləyirdim, orada bir dənə İstanok özləri demişkən, bir dənə dəstgah vardı ki, 120 il tarixi vardı, Amerikanınki idi. Və dəmirlərin, palasaların içindən keçmək olmazdı, demək ki, adamların barmaqları gedən ki, uzaq taraş maşınlarında filandır. İndi get bax gör yerində Azərbaycan nə düzəldib ki, baxırsan oraya sən, görürsən nələrdir. Səndən qalan buydu da. Yox, biz dünyaya bilirsən, dünyaya 2-ci Dünya Savaşında haralara tank verirdik. Nə tank verir, savaşı yaradırsan filanla tank verir də. İndi də sən hansı millətsən ki, deyir ki, Cənab Zelenski və Ukraynaya 3 gün bu savaşı dediği kimi dayandır da. Və nə dayandırırsan necə savaşa qarşısan? Gedib yığırsan, Kuzey Koreyadan da gətirirsən. Orada əskir gətirir, oradan da gətirirsən. Gəlin burada da siz də qırılın. Sözüm onda yox. Məsələ buradadır ki, açıq deyiləm. Məsuliyyəti özümdəndir. Dəfələr də demişəm. Bu bizim demək savaş deyildi. Rusiya bizim ana vətənimiz deyir. Bəli, torpaqlarımızdan işğalda qalıb. Bu gün Dərbəndi də. Niyə ürəklərinə deyir? İşğaldadır. Bu günləri sən Çeçeni, 150 min Çeçeni baba gözlərimizin qabağında qırıbsan. Cənab Dudayevi. Demək ki, terror edibsən də, gendən vurdunuz, qoydunuz da terror elədiniz. Dediyiniz sözlərə də durmadınız. Və başqa demək ki, millətlər, başqa insanlar, işğaldasınız, işğalsızsınız, işğalçı, emperyalist dövlətsiniz.
Və bizim şansımız orada gətirməyib ki, bir böyük, bir kiçik emperyalist dövlətlərin arasına düşmüşük. Bu tərəfə də verirsən, bu deyil, çıxardır, Allahu Ekber, Bismillah filan filan. O tərəfə də verirsən, o da çıxır, tavarişi qardaş deyirsən, deyən bir sosialismi filan. Əgər demək ki, Həzrəti Məhəmməd qayda, necə ki İmam Hüseyin gəlsə, bunların bu fitnə füzurlarını görsə, necə indi ərəblər. İndi ərəblər ayılır deyir ki, orada belə şeylər daxili yox deyir, tarixdə biz ərəbik, amma belə deyir axı. Sən gəlibsən bir dənə Xumeyni gələcək, adam demək ki, əl-üzünü yumağı bacarmır. Hamı da oturur belə olur. Bu İran adanan yerdə bu millətlərin və insanların başına gəldilər, çoxu haqq eləyirlər. Demirəm o haqlı idi. Haqq eləyirlər, oturub deyirlər, bu adama bax, bu adam axı düşüncəsi nədir? Baxın görün, bu adam normalca bir kitab oxuyubmu? Həyatdan xəbəri varmı? Bu nə bilir axı, nə mənədir? Ona görə də bu adamın işi odur ki, çox bağışlayın, Xumeyni gəlməyir, tualetdə belə oturarlar. Ay bədbaxt, tualetdə indi bu günləri sistem belə dəyişilib ki, tuvalet gün-gündən dəyişilir, sistem dəyişilir, imkanlar dəyişilir. Gedirsən demək ki, çox bağışlı olur üzrdən. Bugün Azərbaycanda da, bugün get. Hər yanda açıldı, qızan getdiysən, görürsən ki, təmizlik, ondan sonra hər şey, otellər falan. Sovet dönemində sən girə bilmir. Birinci dəfə də Sovetdə mən demək ki, o kazarmada, ordu adına girəndə zada gördüm, bu nə? Su yox, falan, onu mən bir yer yazmışam, biri də deyir, bu nədir? Siz həmin ki deyirdiniz, Marks, onun qəzetlərdə, Marks deyirdiniz, Lenin deyirdiniz, İran adlanan yerdə, Hindistanda, nə bilim, hansı ölkələrdə Marksın adını çəkən, Leninin adını pis deyənləri həbslərə gedirdilər. Gəldi ki, bunlar orada Leninin şəkli ilə, Marksın şəkli ilə rəfi təharət edirlər, tualetlərdə işlədilər bu kağızları. Mən birinci dəfə görəndə kül bizim başımıza, bunlara baxar, bunlar özləri ilə məşğuldur. İşğalsızsan və bu millətlərin, insanların qafasını yeyibsən. Hələ də biz bunların əlindən qurtara bilmirik. Hələ də qurtarmır bu əlindən. Misal üçün Azərbaycanda yeyir, içir, qazanır, gedir Londrada gəzir, Londrada ev alır, oradan gedir Havayda kefir, Miami'də naharını yeyir, oradan sığır, gəzir, axırda gəlir görürsən ki, Rusiya, ha, baxın, deyirsən bunun, gör, daha bunun qafasını belə yeyiblər ki, iflic edib, paraliz ediblər ki, hələ də nəyin, həsrət çəkmir, deyir ki, biz gün keçdikcə demokrasi gəlsin, azadlıq güclənsin, vətənim güclənsin. Azərbaycan bu 44 günlük savaşdan sonra, bu qələbədən sonra insanlarda bir ruh gəlib. Yəni demək belə çəkən, mən Azərbaycanlıyam, bu da pasportumdur. Buyuruz, deyirlər, keçin, siz terörist millət dəyirsiniz. Onda İran adana yerin, Rusun pasportunu çıxar, hamı çox yerə qadağansınız. İstəmir gələsən, göz qabağındadır hər şey. Ona görə bu günləri bəlkə biz də deyək ki, palaza sürün, elinən sürün. Xeyr, bəlkə mənim elimi yalladıblar. Birisi çıxmışdı, indi öldü getdi. Götürmüşdü Qarabağdan ordunu əndirdi, Bakıya doğru gəlirdi. Biri də aşıq gedəcək, qutaracaq, bu dəlidir, yığıb biri də gəlir, bu dövlətə qarşı gəlir, bu dövlətə, sənin demək hər şey dağıdacaq. Panikə qatılmışlar. Erməni gələcək, bizi yiyəcək. Ay, erməni bilirsən, erməni itsin kimi qulağından tutdu bu millət yeri gələndə. İradə istəyidi, milli iradə lazım idi, milli ordu lazım idi. Başda gedən demək ki, adam lazım idi ki, bilən necə demək ki, hövsələ ilə qərar verə, hövsələ ilə iradəni də sərgiliyə. Və demək ki, bu ilk gününə saldı, bu günləri əgər Rusla, əgər demək ki, bu Tehran rejimlə, Fransanın bəzi də demək ki, o böyük, o başda, son o əndəki o dövlətlərin də, o intriqaları olmasalar, bu Paşinyan, o hər zaman görürsən, bir günlər Paşinyan belə deyib, bir günlər olan parlamanın sədri deyirlər. Ya da konstitusiyanı dəyişirik, ondan filan razıdırlar hər şeyə. Zəngəzur'u da açaq, gələk gedək, Türkiyədə gedək, burada gedək. İstəyirlər yaşayarlar. Bunlar qoymurlar. Niyə? Təsməni saxlayıb boynunda hansı zamanda yenə istifadə eləyə. Necə o Kürt teröristləri saxlayıblar, qoymurlar, deyir ki, o sizə böyük Kürt dövləti yaradacaq. Hansı əsrdir, hansı dövrdür? Yəni bu günləri nə olsun ki, bu millət, bizim millətimiz, Azərbaycanlı da istəyir ki, milli günü olsun, qələbə gününü qeyd eləsin ki, eləyir. Hər il Azərbaycanda qara yanvarla bağlı millətimiz bir dənə referendum, 2 milyon adam çıxır, yer olmaya getməyə, növbəyə də milyonlar düzülür. Deyəcək, bax, bu millət parad budur. Kimsəni, ay Lukaşenko gələcək, hello Putin, bugün deyil, İngiliscə danışır, sən İngiliscə bilirsən. Oynayırsınız, məzməzə eləyirsən, adı Lukaşenko, Avropada sənə tüpürürlər, azad insanlar sənə tüpürür. Bəllidir kiminlə dostsuz, kimi tapıbdır. Ona görə də bizim millətimizin öz arzuları var, öz gözəl demək ki, duyğuları var. İstəyir ki, şeir də desin, ədəbiyyat da desin, savaşa da geçsin, savaşa nə olar? Bu millət, bu Türk milləti, bu Azərbaycanın savaşıb da, yaşayıb da bir gündə vardı. Necə ki, 200 sənə boğazınızdan bu sümük getmədi. Niyə? Çalışdınız ki, Azərbaycanı parçalayıb saxlayasınız. Putinin, mənim yadıma gələn ən azı 3 dəfə ondan mənə eşitmişəm. Adaysa da bir dəfə danışırdı da, sonra da 2 dəfə. Deyir ki, bunları bizim, yəni, quzeydə. Bunların o tərəfdə, çayın o tərəfində adamın ki, böyük tayfaları vardı. Yəni, güneyi deyir, ha. Onlar bura qaçışsalar, Qafqaziyanın demək ki, demografiyası dəyişilər. Öz ağzı ilə bilirlər. Yəni, parçala, əsarətdə saxla
və Azərbaycanda dəfələrlə fürsət verib ki, əl verib ki, Azərbaycan bütövləşə. Bunu Məhəmməd Əmin bəy Rəsulzadə də bizim demək ki, əsasən və bir tərəfdən Rus başda yanında erməni və bəzi demək ki, ölkələr soxulublar ki, yox, qoymayın, bunlar burada bütövləşəcək və demək ki, bu günləri bu millət hər zaman buna can atır. Gördünüz, bu futbol məsələsində gördünüz, İran adlanan yerdə. Nəyi qaldırırlar Azərbaycan bağışlıyoruz güneyində, Azərbaycan Təbrizdə, Urumiyədə, dünən gecədə. Gördünüz, nə qədər qadağan eləsələrdi, elə həmin bu adı nədir, bağışla girmirəm, mən bu adamın adını çəkməkdən belə, bu nədir, puzbəndi deyirlər, pezeşyan, nə deyirlər. Sən durdun, mənim bayrağımı təhqir elədin. Sən mənim bayrağımı təhqir eləyibsən, ölsəm də beynimdən çəkilməz. O bayrağa görə bizi elə burada da sürüyüblər, hər yanda hədələyiblər. Sən mənim dövlətimi, milli rəmzimi təhqir edin, gəlirsən Bakıya, Heydər baba, 4 nəfəri yuxuya verdim, bəlkə içəridə bir zırtdan ayıq deyil. Bəlkə də oxuyubsan o Səməd Behrəcini. Öyle hər dəfə başlayırsan Əlidən, Əliyə, Talibdən, nə deyirsən, Maliki Oşturdan danışırsan filan. Çağdaş zaten adam kimi danışır. Azərbaycana gəlibsən, Azərbaycan oxuyub, amma bir şey bilirsən ki, yuxuya verəcəyəm. Çünki niyə? Mallacığazın birisən sən. Açıq danışan. Amma sən vaxtı ilə bu Azərbaycanı inanız. Mən kimsəyə itham atmıram, kimsəyə nə çamur atmıram. Azərbaycan bayrağını təhqir edibdir. Gəlmişlər, federasyon yaradırdılar. Ay çəkilin Türklərin federasyonu, sonra da lopdan yığışdırdılar. Dedi, nə oldu və federasyon yaradırdınız? Parlament dedi, ağa demişdi, Xamenei. Yaradın, yəni Azərbaycanda milli hərəkata qarşı bir oyuncu həmişə bunu eləyirlər. Sonra dedilər, nə oldu? Dedi, ağa dedi, yığışdırdıq. Özü də bilirsiniz, o Azərbaycandan çıxırlar biri də yabancı ölkələrin bayraqlarını qaldırır. Bizim bayrağı deyir. Və təhqir edir. Və dünən gecə sonuncuda dünən gecə. Bütün gözlərinin qabağında nə olsun ki, o futbol takımının yiyəsi kimdir? Zunuzi demək ki, bəllidir, pulu hardan gətirib itilatın əli ilə filan. Amma millət başqadır. Millət onlar o yana çəkir, millət bir yana çəkir. Millət Azərbaycan bayrağını asır, canım qurban deyir. Türkiyə bayrağını asır, Türkiyə bayrağı qurban olum deyir. Bu Türkiyə irasıdır. Buna kimsə batışa bilməz. İlham Əliyev də onu sərgiləyir. Gedir ona görə Ərsin bəy Tatarı qardaşımızı basır bağrına, deyir ki, təhdürürsən. Nə olsun ki, bunlar 10 milyarda allandılar, 5 milyarda allandılar, amma mən hələ 20 milyar burada qoymuşam, yine də qoyaram, darıxma, tək başına. Erdoğan da baxır görür, yox, bu adamını bırakmayacaq. Niyə? O bizim dövlətdir, bizdə hər zaman burada adı sanı yaşamış Rauf bəy Dəyintaş da burada qarşılanıbdır. Ondan sonra demək ki, o Cumhuriyyət hər zaman Azərbaycan əl atıb, kərkülüsünə də əl atıbdır Azərbaycan. Niyə? Dövr başqa bir dövrdür. Və bu günləri də dünyanın hər yanından, bəzi vaxt görürsünüz, deyirlər, Avropada görürsən, hərdən bir məzələnirlər. Amerikadan kimsə siyasət çıxır, Azərbaycana qarşı bir məzələni sayaqlayırlar. Ay demək ki, Qarabağda bir erməni varmış, onlar hara getdi, da, satelitim var, filanı var, harada da yığ apar da, hə? Amma sonra görürsən ki, əsasən deyəndə, yox da Azərbaycan elə deyir, Azərbaycan bizim strateji, qardaşdır filan deyir. Azərbaycan deyir, Rus səni allatdı. Bu dönəmdə allatdı səni. Gözləyirdin ki, Rus demokrat olacaq, oldu mu? Olmadı. Demokratları güdaza verdin. Hara getdi? Ona görə amma Azərbaycanda dedi ki, oturdunuz, atəm, matəm, 30 ildə gəldiniz, yediniz. Axırda da Prezident İlham Əliyev o gülər üzü dönəndə dedi ki, o Türk üzü Azərbaycanda qonaqpərvər deyədi var. Gəlibsən, yeyib, şillaq atıbsan, indi Minsk qrupu nəyə gəlibsiz? Bu işi qutarmışıq. Hələ də ki, bəzi vaxt ayaqlayırlar. Minsk qrupu Fransada adam çıxırsa ayaqlayır ki, nə işinə, hansı işə davam edəcək? Yəni bu günləri prezidentin getməməsi, onun demək ki, nə olsun ki, prezident duracaq burada, qalıb diyor, veteranlardan qalıb. Onlara deyəcək ki, sizi demək ki, biz sosial hizmətdir, sizə xidmətdir, gedibsiz. Hər halda səni aparıblar, şəhid olubsan, öldürüblər səni. Ya o öldürsün, ya bu öldürsün. Səni zorla aparıblar, orada zülm eləyiblər səni. Ailən düşüb qalıb, ondan sonra mincirə başına bəlalar gəlibdir. Özdə demək ki, Sovet öz adına bir dənə filmlər çəkir deyə. Yalancı reklamlar, boş filmlər filanlar. Dedin, ged o kəndini gör başına nə gəlib. Onlar gör kəndi necə dağılıb, insanlar nə günə qalıb. Bunlar bəs dövmüş kimi bu tərəfdən də Azərbaycan torpaqlarından xırdalayır da. Bu tikəni ver Erməniyə, bu tikə gelsinlər Gürcü ilə, qalan quru da elə mənim olsun, ver gəlsin. Belə eləyiblər də, bundan sonra başqa şey olmayıb ki. Və bu günləri Azərbaycanda, yəni bir dənə, Heydər bəy,
Açıq deyək, şimdi gəlmişsiniz, görürsünüz də. Bu günləri Azərbaycanda nə qədər çətinlik belə olsa da, Azərbaycan yeni bir doğuşdur. Azərbaycan bir dövlət kimi, Azərbaycan demək ki, bir varlıq kimi ortaya çıxıbdır. 200 ildən sonra o 44 günlük savaşı biz Kəlbəzər gedbəsini gördük. Ondan sonraki şəhidlərimiz təhqir olundu, onlar içimizdən çətinlik çəkdik. Amma bizim milli ordumuz, bizim dövlətimiz, millətimiz qələbə gələndə biz Rusa qalib gəldik. Hacat Ucatın da verdik olduğuna get. S-300-ünə də, S-400-ünə də ay demək ki, çeşitli silahlar vermişdi. Paşinyan da məliyirdi, əşi bu atmır da, tətiyi səkiri vurmur da. Cənab Prezident deyir ki, pulun verir, atar. Pulun verir. Zaten bir şaka üstündə filan. Məsələ buradadır, bu günləri 200 ildən sonra biz sənlə savaşmışıq. Sən gəlmişdin demək ki, savaş qutarandan sonra gecə ilə biz o hamısını görürdük da, biz hamısını, saniyə hamısını izləyirdik. Ya görə hətta ki, qol çək imzala da. Sən bir dənə demə Paşinyanın qulağını tutub gətirirdin, Paşinyan da harada, mən onun yerinə imzalayam. Sən də bunun yengəsi idin, yengə bilirsin də qədir. Bu gəlin gedində bir də yanında gedir. Nə idin, sən bunu nəyəsən sən? Özü gəlsin, otursun da, zibili yaradıb gəlsin, otursun. Mən ona qol çəkirəm. Sonra nə oldu? Ay yox, 9-cu maddədə belə olubdur, filan olub. Və imzalayıbsan ağı, onu da yazıbsan ki bura. 9-cu maddədə belə olub, filan olubdur, filan olubdur. İndi də başlayırmış ki, bir də Tehran rejimdə o ayından atlanır. Yox, Zəngəzurda Malla deyir, Zəngəzurda da yox, mənim sən kimsən? Və adam gəlir Azərbaycana, durur gəlir, sən prezident deyirsən. Elə Putin də sənin üzvə dedi ki, qərarı o sənin böyücün verir də, sənin böyücün ki, hər zaman deyirsən, mən ağa nə desə ona baxıram da, sən qulsan, köləsən. Bu millət qanı ilə, canı ilə, tarix boyu. Demək ki, hər şeyi verib ki, özgür olsun. Bilirsən ki, özgürlük yəni nə mənə? Özgür olsun, mən Türkəm, mən Azərbaycanlıyam, mən Türkəm. Sən elə deyirsən. Sən deyirsən, mən elə Türkəm, amma bilmirsən bunun mənası nədir? Niyə? Çünki nə kölə kimi başqa, hələ 45 il ən azır onların hizmətində olursan. Ona görə də durub zəl deyirsən, torpaq bütövlüysən. Kimin torpaq bütövlüyünü müdafiə edirsən? Erməninin? Ona deyirsən ki, Zəngəzur, onda ya tarix bilmirsən ki, bilmirsən. Bir dənə oxuyubsan ki, onda baş qulağın o ənbiyan oxuyursan. Heydər baba, qız gəlinlər ora gedəndə biz əhsəni götürüb. Biz əhsə vaxtı dedi. Görür ürəkdə o millətin başına nə gətirirsən? Amma o milləti söndürə bilmirsən. Niyə? Çünki o millət bu canın bir parçasıdır. Bu onun bir parçasıdır. Ona görə buradan ki, o dalğalandı o 90'larda, keçdi sərhədin o üzünə. Rusun o məftullərini qırdı, getdi, Oğuşan Keçməz məftullər və bu gün də oradan üzü bir yana gəlir. Yəni bu günləri, ay nə bilim, Rusiyada, Zalotindən kimsələr çıxır, həzyanlayırlar filan deyir. Hər gün də Azərbaycana bir dənə oyun qururlar. Niyə uçaq demək gəldi, uçağı vurub salıbsan? Elə yaxşı yerə gəldiniz. Bugün Azərbaycana və ümumiyyətlə bölgəyə müxtəlif oyunlar, təxribatlar, əvvəlki o xülyaları gerçəkləşdirmək istəyi ilə baxan dövlətlərdən biri və birincisi də Rusiyadır. Çünki hər zaman bu regionu, Cənubi Qafqaz bölgəsini və keçmiş postsovet məkanını özün rahat əlini qolunu sallayaraq hərəkət edə biləcəyi arxa bağçalarından biri kimi təsəvvür edib. Və Rusiyanın siyasətçiləri də bugün bir xeyli qəzəbləniblər, rəsmi belə deyək ki. Keçsinlər, su içsinlər. Təbii. Orada sərin su çox deyil. Kremlə bağlı olan siyasətçilər və deputatlar ermənipərəst Zatulin və qəzəblənsələr də bugünkü fikirlərini onların baxdıqda nəhayət dərs çıxardıblar və bu dərs çıxartmaq nə ilə bağlıdır? Həqiqətləri dilə gətirir. Sayın edər, onlar da dərs çıxartmır. Biz də tarixdən, varlığımızdan, dünənimizdən dərs çıxardıq. Biz tariximizə söykənərək, tarixə söykənərək, milli maraqlarımızı bugünkü proseslər fonunda təmin edib, onlara dərs veririk və yerini göstəririk ki, Azərbaycan üçün qırmızı xətlər var, qırmızı xətlərimizin üzərindən keçə bilmərik, milli maraqlarımızı qoruyuruq, Rusiya olsun və ya başqa biri, heç bir bizim üçün fərq etməz. Siz mənim uçağımı vurmuşdunuz, mənim uçağımı vurdunuz, bilirdiniz də. Savaşlar üstü İmperiya Moskva. Bir dəfə deyirdilər ki, hər kəs Sovetin qranitsasından keçsə, onu bilən o qranitsadan məftullərlə xəbər göndərir, satelitdən baxır Ruslar filan. Mən bir dəfə o tərəfdən bir ara keçdim, gördüm demək ki, ay kimi yatıblar, elə qış yuxusuna gedib. Keçdim o qranitsadan ailəylə, bir ara mən. İkinci dəfə getdim maşınla, söydüm, nə deyirsiniz bu yük daşıyan maşınla, söydüm o sınırı filan, hələ Moskva gecə ayılmışdı, sözüm onda yox. Yəni boş sözlə bir xof yaradırlar. Necə ki bizdə də söylədim də bir xof yaratmışlar ki, erməni gələr, erməni kəsər, erməni yeyər filan belə. Deyirsən bana bunun dalında gör nə güclü propaganda var. Rusun da belədir. İndi demək ki sən bilirdin ki, artıq qorxu tamamilə uçağı vurubsan, bir dənə düyməni basırdın, deyirdin Cənab İlham Əliyev. Uçma, gəlmə, uçaq qəzası baş verir, qəza deyər nə. Sizin uçaq deyəsən bizim radarda itib. O zaddan gələcək, niyə demədiniz? Ona görə ki, siz orada bir dənə fitnə yaradasınız. Bu projədə vardı sizdə. Bu proje sizdə var.
Ona hər zaman vardı. Onu da məndən də yaxşı. Azərbaycanın prezidenti bilir. Necə ki o gecədə o səhər-səhərdə bildi. Bu uçağı vırdınız, dalayacaq nəyi gözləyirdiniz və filan gözləyirdiniz. Niyə? Azərbaycanda bu günləri sənin o zadından sıxıblar. Sənin o alladıcı, ondan uydurucu, o gizəlləndirici o dairədən sıxıb. Çıxıb Azərbaycan özü düşünür. Özü bilir, özü bacarır. Odur ki bizdə Azərbaycanda dedilər ki Azərbaycanın neftin, petrolunu o qədər somurmuş ki orada bir şey qalmayıb. Dedilər sənin texnika ilə olar. Bu sonra gördülər fayda da var. Burada çox şeylər qalıbdı. Və Azərbaycan da özünü belə sağaltdı. Azərbaycan bu günləri hər dövlətlə istəyir. Şirağa günləri bilmem nə günü. Vietnamın demək ki, gəldi, bayrağını oradan asdı, yedi, içdi, hörmətini də gördü Vietnam. Getdi, sağ ol, xoş. Ya demək ki, Serbiyanın gəldi, sağ ol, gəldin, Avropa Birliğindədirlər də, gəldin, yedin, getdi, xoş. Ona görə də hər kəs də gəlsin, fərq eləməz. Sən də gəldin gecə yarısı, gəlmişəm. Prezident İlham Əliyev gəlib, sən də gəl evə də otur görə, çayı iç də. Amma ağzından bir dəfə çıxdımı ki, gedim, mən də demək ki, demək ki, məzarlığa, şəhidlər məzarlığa çoxunu siz öldürübsünüz. Gedim orada bir baş əyim. Amma getdi demək ki, o Çeçenistanda, Grozny'da sən o cinayətkar saldatların qabağında uzandın filan baş əydin filan. Onlar gəlib orada adam öldürüblər, işğalçıdırlar. Amma sən bir dənə də üzr istəmədin. Hələ indiyə kimi ki, mənim hələ bu günün günündə uçağımı vurub salıbsan. Onun içində də, sürücü də Rus, onu da öldürübsən. Bir dənə söz çıxaracaq da bizdən olur. Yox, o idi, onun əli idi, bunun barmağı idi, filanı. Atırdılar o dəlinin boynuna. O dəli də hesab düzəltmədən vurub xarab eləmişdi. Çıxmışdı oradan hədələyirdi. Şimdi oturdular belə olur. Bəli, Qavrov yox, Grozny'dakından, dədəsini öldürəndən deyirəm mən. Çıxmışdı ki, mən lotular kimi elə, mən gələrəm, kəsərəm, lotu, təhlidi bu, nədir bu? Ona görə də bu günləri, bəy, adamın könlü istəyir. Bizim demək ki, bu günləri veteranlar var, savaşda iştirak edibdi. Mənim dostum vardı, bayaq da söylədim, o Karpatları zadı getmişdi, Sovet dönəmində deyirəm, 80-ci illəri. Hamısına mənə danışırdı, nə zür getdi filan. Hətta danışır, deyib, bir Berlində posta dayanmışam, deyib, görürəm, bir nəfər orada gizəllənir. Deyib, sonra dedim, yaxınlaşdım, gəbəri görüb, bu bizim dili bilir. Dedim, sən bizim dili harada bilirsən? Dedim, mən Təbrizdiyəm. Dedim, sən Təbrizli buradan ağayırsan, Berlin, yanıb, hər yan. Dedim, mən öğrenci idim, gəlmişdim Almaniya, burada dərs oxuyurdum. Hər şey vurdular dağıldı, qalmışam çöldə. Gedib de demək ki, güneydən gəlib, burada əskər gedib, oradan gedib Berlinə sığ, buradan da bir güneyli, hər yanda Azərbaycanlılar pərən-pərər, kimin əli ilə, Fars dövlətçiliyi ilə, demək ki, Rus əmperiyasının əli ilə bizim hər zaman yuvamıza su bağlayıblar. Hər zaman bizim milləti əziblər. Bizim demək ki, bu günləri Azərbaycan, baxın görün, hələ Azərbaycanın küçük bölümü, 85 min kvadrat kilometr bir tərəfdə. Bu günləri gün keçdiyicən özünə hörmət qazanır, yeri var filan. Bu prezidentin bir iki dənə çıxışı var, Qarabağ savaşında ki, biz Qarabağı abad eləyəcəyik. Pulumuz da var, heç kəsdən də borc istəməyəcəyik. Bir dəfə də bizim bankları taladılar, lapdan lapa, adam bankına taladılar. Prezident dedi, narahat olma, kimsəyə zərər dəyməyəcək, o işlər həll olacaq. Taladılar Azərbaycan başı. Yəni nədir bu günləri? Bu millət getdikcə də bilir, bura bunun vətənidir, bu bunun torpağıdır və bu günlərdə, o inkişafda bunu da güneydən baxanda, Təbrizdən baxanda, təhsə boş-boşuna bayraq qaldırmırlar. Burada demək ki, Ayhan demək ki, hakimiyyəti, iqtidarı tərifləmə söhbəti deyir. Təbrizdən baxır, görür ki, istabildir, ondan sonra çörəyi vardı, iş vardı, getdikcə də bu iş işıqlanır. Bilir və burada Azərbaycandır, öz canıdır, Azərbaycandır. Odur ki, bu günləri dünyada da belədir. Hər yanında gedirsən, ən azı deyir ki, yox da Azərbaycan pullu ölkədir, petroluz da var desin, elədir. Amma demək ki, bu 5 il bundan qabaq gedirdin hər yana, hamı da bir mezahda atırdı, Rusun özü də. Erməni ilə də bacarmırsınız da. Ondan sonra Putin gələcək, yadınızdadır ki, həmən şey deyilər, Putin da özü işə qatışır. Dedim, bayda da var, evimiz yıxıldı. Bu Putin hər işə qatışsa, bu Rus qatışdı, məhv oldu. Putin gələcək, Azərbaycanla Erməni arasında danışacaq, ondan filan eləyəcək. Yəni bu günləri kimsənin ürəyini almasın, bizim millətimiz ürəyini almasın. Ay demək ki, bən o oldu. Bən o oldu demək ki, məndə misallar çoxdur. Amma bən o oldu mənim demək ki, dədəmin dədəsi. Gedib orada, demək, şəhid olubdur, savaşıbdır, deyirsən düzdür. Dədəm əsir kimi gedib, orada demək ki, heçə savaşıbdır, ürəyivə dəyməsin. Evi yox. Amma məsələ budur. Reallıq budur, həqiqət budur. Ona görə demək ki, bizim ölkəyə qarşı... Bizim əsl bugün qələbələrimiz var, zəfərlərimiz var, 44 gün məsələsi savaşında mücadiləmiz var. Biz onunla da bilirsiniz ki, orada, Almaniyada bir adamlar da çıxırlar, bəzi vaxtlar laf atırlar Məhəmməd Əmin bəy Rəsulzadəyə, Dübəndiyə və bir də bizim generallara danışır. Bunlar getdilər orada, Rusdan ayırdılar, getdilər, bunlar əsir düşdülər. Sonrasından başladılar, eyni sözü mən deyirəm, eyni şimdi dedilər. Qayıtdılar Almanlara ki, bunlar gəlib bizi işgal eləyiblər. Bizi də götürüb gətiriblər, əsir kimi savaşa veriblər, sizin əlinizdən qırdılar.
Onlar da dedilər ki, aha bəs belədir. Onda siz burada nə qədər bizim bu düşərgələrdə əsiri vardı, türk soyludular, deyin onları biz azad edək. Elədilər ya Almanlar, o faşistlər. Amma siz onlardan pis idiniz. Almanlar bizə nə eləyibdi? Amma siz pis idiniz, onlar çox adam. Azad oldular, gedin Amerikaya, New Yorkda. Onlar adsız, sansız yaşayıb. Niyə? Çünki Rus gedib terror edibdi. Avropada səfərlənirlər. Mən isə inanmazdım ki, mən getdim İsveçə, deyərdim, inanmazdım ki, o arada o demək ki, Azərbaycanlı olub. Bir də görüm, burada gizli Azərbaycanlılar yaşayır. Hamısı Rusun qorxusundan. Dəstə terror dəstələri yola salmış. Gedin, harada tapdınız, öldürür. Və sənin əlindən qutardılar. Sonra deyir ki, bir nəfər, bunlar gəldilər, sosializmi gətirdilər, sosialistlər, qardaşlıq, hər şey olacaq filan. Özlərində bu farslarda bir şehir var. Deyir ki, axır bir gecə birisi bir quzunu qutardı çöldə. Ki, canavar gələr, yırtıcı gələr, quzunu gətirdi, evə su verdi, ot verdi. Sonra da bıçağı itirdi, qoydu boğazına. O quzu axır dedi, axır bildi mənim demək ki, canavarım, yırtıcım, sən neymişsən? Bunlar da bizimlə sosializmi gətiririk, qardaşlıq gətiririk, şeypuru çək, ay qızıl ordu gəlir, ay belə baxın görün filan. Və bəlli oldu ki, yox, bunlar yırtıcıdırlar. Nərimanov da o sözü deyibdi, amma gec dedi beçər o da. Çox təşəkkür edirəm Əjdər bəy. Studiyamızda oldunuz. Bugün tarixi proseslərə və ətrafımızda baş verən bir çox məqamlara sizinlə yəni bağışlayın üzr istəyirəm. Bir cümləni deyim ki, yəni mən bilirəm narahat olan deyil. Ay yəni belə bizim bu tarix yəni heç, heç. Amma bir reallıq da var ki, işğal altındaydıq. Gözəlliyi burada da azad olmuşuq. Gözəllik gün oldu, bağımsız dövlətimiz var bu günlər. Müstəqil dövlətimiz var və bu bayraq gün dalğalanır və bu gün Azərbaycanın güneyində də bu bağımsızlığı uğrunda savaş gedir. Hər gündə birisini göndərirlər, elə o pezeşkiyanda get, aman get, otu oradan söndür, qayıdır ki, o Təbriz əli olanır, Urumi əli olanır, hər yer əli olanır, uzaq getmiş ki, Azərbaycanda nə yeyirsən, pul olmur. Bu oyanış var və gücümüz daha da qüvvətlənəcək. Azərbaycanın güneyi bağımsızlığını əldə edəcək, 100% və bu bütöv ki, 400 ildə bu milləti parçalanmış saxlasa, bu millət bütövləşəcək. Mütləq, biz də buna inanırıq, güvənirik və bunun tez bir zamanda gerçəkləşməsini təbii ki, arzu edirik ki, gündə yaşayan soydaşlarımız da haqqıdır. Bu mücadilə nəticəsində onlar da öz səhiylərinə çatacaqlar. Biz də onlara əlimizdən gələn dəstəyi əsirgəməyəcəyik. Buna görə də bir daha studiyamızda olduğunuz üçün təşəkkür edirəm. Təşəkkür edirəm, minnətdaram. Belə, dəyərli izləyicilər, gündəm masada verilişinin bu saat olan, bugün olan növbəti buraxılışı da sona çatmaq üzrədir. Canlı yayımızda isə dəyərli qonağımız Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağızadə idi. Regionda və dünyada baş verənləri müzakirə etdik. Bizi dünyanın hər yerindən izləyən soydaşlarımız var və elə məqamdan yeri gəlmişən fürsətdən istifadə edərək Güneyli siyasətçi Əjdər bəy Tağızadə ilə müzakirə etdiyimiz bir ərəfədə bizi Güneydən izləyən qardaş bacılarımıza, soydaşlarımıza da buradan sayğılarımızı və sevgilərimizi, salamlarımızı çatdırırıq. Onlar da mütləq verilişlərimizdə fəal şəkildə daim iştirak edirlər. Bugün də müraciətimizi də elə onlara da ünvanlamaq istərdik. Siz də mütləq yayımızı bəyənib kanalımıza abunə olmağı unutmayın ki, daim baş verənləri, regionda və dünyada olan bitənləri sizinlə birlikdə daha geniş auditoriya izlə bilsin və bizim verilişlərimizə də ardıcıl olaraq zaman-zaman Güneyin daxilində baş verən prosesləri də müzakirə edirik, digər məsələləri ilə bunlarla bağlı məlumatları, haqq səsinizi və gerçəklikləri daha geniş auditoriyanın izləməsi üçün mütləq Güneyli soydaşlarımız da yayımızı bəyənib kanalımıza abunə olmağı unutmasınlar. Bugünlük bu qədər deyirik, sabah növbəti efirlərimizdə yenidən görüşəcək. Sağ olun, sağ qalın.